Həyata bir dəfə gəlirsinizsə, özbək mantısının dadına mütləq baxmalısınız. Üzümü güldürən yeməklərdən biridir. Sarı köklü suyu yumurta ilə qarışdırıram. Un və duzla bərk xəmir yoğururam. 1 saat xəmiri dincəldirəm. İçliyi sırf quzu əti ilə də eləyə bilərsiniz, amma mən mal ətinə quzu quyruğu, uzunsov doğranmış kartof və soğan qatıram. Duzu əvvəl soğana qatıram ki, su salsın. Onda içlik şirəli alınır. Sarı kökü istiotu da səpib, yaxşıca içliyi qarışdırıram. Dincəlmiş kündələri yayıb, təxmini əlimin içi boyda kvadratlara bölürəm. İçlikləri düzüb, mantı formasında bükürəm. Əvvəlcə çarpaz olan küncləri bir-birinə bitişdirib, sonra alınan qulaqları sağ və soldan birləşdirirəm. Bircə bilsəz bu mərhələni əvvəldən necə həvəslə gözləyirəm. I am hungry-nin ruhu dincəlir bu işlərdə. Mantı xüsusi mərtəbəli buxar qazanlarında bişir. Hər mərtəbəni bitki yağı ilə yağlayıb mantıları düzürəm. Ən alt qazanı yarıya kimi su ilə doldurub bişməyə göndərirəm. Bu cür xəmir bükmələri Mərkəzi Asiyadan yayılıb. Mandu, gyoza, vanton və s. Mənə görə ən dadlısı özbək mantısıdır. Acika, sarımsaqlı qatıq, sirkə ilə elə bir dad ortaya çıxır ki, baxırsan ki, buradan o tərəfə ləzzət yoxdur. Bəs sizin evdə bişibmi mantı ya da hardasa dadına baxmısınızmı?